Bəli, azad torpaqlarımızdayıq. Daha dəqiq ünvanla desək, suverenliyimizin bərpa olunduğu Xankəndi şəhərində. Xankəndi şəhəri də yenidən həyata doğulan yaşayış məntəqələrimizdəndir və artıq Xankəndi şəhərində nəqliyyat infrastrukturu da qurulub. Bunun üçün bəzi addımlar atılıb. İndi şəhərdə hərəkət edən marşrut avtobuslarını görürsünüz və bildirmək istəyirəm ki, nəqliyyat infrastrukturunun qurulması çərçivəsində ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə artıq marşrutlar istifadəyə verilib və indi operatorumuz sağ planda da hərəkət edən marşrutları sizə təqdim edir. Bildirmək istəyirəm ki, Xankəndində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutları aşağıdakılardır. Yəni bunları mən sizə səsləndirmək istəyirəm tamaşaçılarımıza. 1 nömrəli avtobus Qarabağ Universitetinin klinikası və Xankəndi tikiş fabriki marşrutu üzrə hərəkət edir. 2 nömrəli avtobus isə Kərkicahan qəsəbəsi dəmir yol və avtovağzal kompleksi istiqamətinə hərəkət edir. Digər 3 nömrəli avtobus isə Qarabağ Universitetinin klinikası və 1-ci dairə marşrutları üzrə hərəkət edir. Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanlarla təhciz olunub və bildirmək istəyirəm ki, sərnişin daşımalar Bakubus MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarla həyata keçirilir və elə hazırda həmin avtobusları birini sizə operatorumuz görüntülərdən təqdim edir və burada maraqlı məqamlardan biri də odur ki, ödənişlər nağdsız qaydada həyata keçirilir. Bunun üçün nəqliyyat vasitələrinə müvafiq avadanlıqlar quraşdırılıb və sərnişinlər ödənişləri həm Bakı kart, həm də QR bilet, eləcə də NVC texnologiyaları vasitəsilə istənilən vaxtı ödəyə bilərlər və avtobusların hərəkətinə ayna monitoring mərkəzi vasitəsilə real vaxt rejimində nəzarət edilir. Bu daha bir yenilikdir, yəni görüntüləri sizə təqdim etdik. Bu torpaqlarımız belə deyək, inkişaf etdikcə, abadlaşdıqca artıq burada da fərqli infrastrukturlar həyata keçirilir, yenidən həyata doğulur və bu nəqliyyat infrastrukturu da bu yenilər sırasındadır.